Xəbərləri var müəllimlərin. Dərsdə, tənəffüsdə nə baş verir? Elə məktəblər var, xəbəri var, elə məktəblər yoxdur. Yeniyetmələr mütləq gizlin surətdə valideynlər tərəfindən izlənilməlidir. Bu uğurluq deyil, ayıb da deyil. Sən gizlin surətdə açıq-aşkarana ona başa salmırsan ki, mən səni güdürəm, baxıram, müşahidə edirəm. Gizlin surətdə. Sən hər zaman bilməlisən ki, sənin uşağın keyfi necədir, nə ilə məşğul olur, açdığı səhifələrdə haralara girir. Elə dəhşətli səhifələr var ki, internet üzərində. Uşaqlar var ki, gecə 80-ə o qədər döyüş oyunlarını oynayırlar ki, xəbəri yoxdur uşağından ki, bu gecə yatır 80-ə yatır. Pis yuxular görür. Mən bunları görmüşəm, mənə danışıblar. Öz evladımda da olub. Məsələn, mən onlara saat verirdim də, müəyyən saat. İnciyirdi, küsürdü. Hətta o bəzi səs yazmaları qalıb ki, ana, nə olar, biz day səni incitməyəcəyik. İcazə ver də qardaşımla biraz da kompüterdə oynayaq. Ümumiyyətlə, hər şeyi uşağa çox verəndə onun arzu etmək bacarığı ölür.